kişilər haqqında danışmaq istəyirəm. Kişilər ən çox sevdikləri şey qadınları əsəbləşdirməkdir. Dünyada bəlkə ən zövq aldıqları şey həyat yoldaşlarını nervləndirmək, onun bütün sinir sistemindən oynamaq və s. belə şeylər. İkinci onu deyə bilərəm ki, bütün evi dağıtmaq. Evi təmizləsəz də 5 dəqiqə çəkməmiş, bunlar bu evi dağıdırlar, bütün paltarları ortalığa tökürlər, corabları hara gəldi atırlar, heç bilmirlər hardadır, yəni bu şəkildə. Düzdür də. Mənə komfort olan yeri, kişilər komfort olan yeri var da. Kişi komfortdakı bu bura qoyasan. Bu qadınlara görə odur ki, evi dağıdırsan. Mənə komfortdur ki, mən ayağımdakı maskeni çıxardım, qoyum bura, orada qalsın. Mən sabah səhər gələndə onu oradan götürüm. Kirli corabı ora atmazlar birincisi. Corabı götürürsən, ayağından çıxardan kimi eləyirsən, sən bilirsən. Ki bu sabaha yarıyır, Yaranmır təbii ki. Sənin ayağından çıxan vəbşə yaranmır. Elədin, sən bilirsən o şey. Başa düşdün? Mən razı deyiləm. Yəni ki, o qadınlara görə şeydir, narahatçılıqdır. Kişilərə görə bombadır. Mən bilirəm də. Nəysə, gördüyünüz kimi özü təsdiqlədi. Üçüncü sırada mən qoymuşam, yəni mənim həyat yoldaşımı nəzərə alaraq qoymuşam. Budur ki, pul xərcləməyin. Kişilər kartlarından pul gedəndə canları çıxır sanki. Yəni icazəsiz pul götürmək bir qırağa icazə ilə belə götürə bilmirsən. Onların maşınını sürmək, onların canını almaq kimi bir şeydir. Yəni yanınızda oturacaqsa bütün günü maşınına ay ora sürmə, ay Corolla'ya dəydin, ay nə bilim filan maşına dəydin. Biraz yavaş ol, qabaqdan gələnə yol ver. Ay nə bilim nə, sən sürə bilmirsən, belə şeylər edirlər. Benzin problemi və pul. Hamısının başında pul dayanır. Siz xarici getmək istəyirsinizsə, ən azı 4 ay, 5 ay xaric haqqında öncədən yavaş-yavaş bünövrəni qoymalısınız. 4 aydan sonra razılaşacaq, əgər razılaşacaqsa. Ondan sonra siz bilet ala bilərsiniz. O da hansısa belə yaxşı gününə düşsə. Yoxsa inanmıram, yəni alsın. Kişi olmalı, oğlan olmalı. İlk öncə nə deyil? Pul gətirən, çörək gətirən. Düz? Mən başım daşa deyil, 1000 dənə işlə məşğul oluram ki, qəpi-qəpi çörəyimi yığım, arvadım az qalmasın. Arvadım gələndə, deyəndə ki, mənə paltar lazımdır, maşına benzin lazımdır, mən taksi istəyirəm, nə bilim, səyahət istəyirəm. Orada nə olur? Orada gecə səhərə kimi yuxuya girmiş olursan. Başa sonra yuxu vaxtından qalıb artıq işləməlisən, artıq əziyyət çəkməlisən. Kişilər Mən araya girmək istəyirəm. Amma sən səyahətə gedəndə məndən çox dincəlirsən və səyahətdən gələndə məndən çox səyahət haqqında danışırsan. Mən bilmədiyim şeyi sənə bilirəm deyənə, sənin hesabına öz cibimdən istirahət etmişəm, amma başqa söz. Sıradakı xəbərləri və gözəl tövsiyələrimi eşitmək istəyirsinizsə, kommentlərdə yazın, çünki bunun part 2-si də var və daha dəhşətli şeylər var.